Peyğəmbər sallallahu soruşdu Allahdan Meyracda ki, ilahi, bir adamdan razılığın olmağını necə bilmək olar ki, sən ondan razısan? Allah buyurdu ki, ona 3 şey verərəm kimdən razı olsam. 3 şey verərəm. Şükran la yuxalifuhul cəhl. Ona elə bir şükür verərəm, həmişə şükür halında olar. Özü də agahlıq üzündən şükür eləyər. Bilər nemətin sahibi kimdir? Nemətin sahibini tanıyar, cahilanə yox, agah şəkildə şükür eləyər. Bilərəkdən şükür eləyər. Vaxt yoxdur bunları şərh eləməyə. Sonra buyurur ki, zikrən la yuxalifuhun nisyan. Elə bir deyir, zikir verərəm ona, həmişə mən yadında olaram, bir an unutmaz məni. Hər halda mən onun yadında olaram. Allah da adamın yadında olsa güclü olur adam, qüdrətli olur, qüvvətli olur, ləzzətli olur yaşayır. Həlavətə zikrik var, zikrün səni yad eləməyin ləzzətini mənə daddır. Heç bir şey Allahla münacat onu yad eləməyin ləzzəti qədər ləzzətli deyil. Heç vaxt